insanlığı, ancaq insanlıq üçün yarışar onlar. Başqa heç nə fikirləşməzlər. Egoizm mi olar onların içində? Qəti, nəyi varsa paylaşar, çünki o paylaşdığı zaman daha ləzzət alacağını biləcək. Daha gözəl olacağını biləcək. Elminlə paylaşar, hər bir gözəlliyi paylaşar. Yanlış gördü mü? Bir xəta eləyən cavan oldu mu? Dərhal onun üstünü örtərlər, heç kim görməsin, onu gizlədərlər və islah eləyərlər. İndi aman o gündən yanlış bir yerdə səhvən asqırasan, səhər görəcəksən ki, bütün internet sənə paylaşır. Paylaşmaq bəzən bəzi müsbət xüsusiyyətləri etiraf edirəm. Məsələn, xütbə paylaş, elmi bir şey paylaş, eybi yoxdur, faydalıdır insanlar üçün. Amma bəzi şeyləri ki paylaşırsan, sevinirsən ki buna çox baxdılar, amma düşünmürsən ki sən paylaşmağın bəlkə də səmadan baxanda eyb açmaqla eyni şeydir. Yazıq bir dəfə xəta eləmişdirsən, o bir dənəni elədin 10.000 dənə. Gizlətseydin ondan yaxşı olardı. Biz də sevinə-sevinə paylaşırıq. Çox like gəlsin, çox baxıcı gəlsin, çox komment yazılsın, falan olsun, nə olsun? Hamısı budur. Hamısının başında budur. Bu olmasa heç kim onu istəməz. İstəyirəm ki, biraz o virtual beynimizdə virtuallığın